həmişə miqrenindən, zobdan danışmışıq. Tamaşaçılarımız bilir ki, ümumiyyətlə miqreni, zob olan insanlarımız bilir ki, Seyfəddin doktor çox mükəmməl müalicə edir miqren zob xəstəliyinə. Çox mükəmməl. Və bir də oynaq ağrıları, diz qapaqlarında problemlər olur, bel ağrıları olur, boyunda ağrılar olur. Biri deyir, qolumu qaldıra bilmirəm, biri deyir, ayağımın altı uyuşur, biri deyir, ayağımın altı yanır. Bu, ümumiyyətlə, oynaq, sümük xəstəlikləri ilə bağlı xüsusi dəmləmələr, xüsusi məcunlar var. Arı, zəri terapiyası bu öz yerində. Amma tamaşaçılarımız, bizim proqramımızın baş sponsoru Doktor Seyfəddin klinikasıdır. Baş sponsorumuz. O klinika Xətai rayonunda yerləşir. Həzə Aslanov metro stansiyasının çıxışında. Metro ilə haradan gəlməyinizdən asılı olmaq çox rahat gəlirsiniz. Doktor Seyfəddin əsədə zəng vurursunuz öncədən. Çünki bu doktor istəmir heç bir xəstə qapıda durub gözləsin. Bunun adı üstündədir də xəstədir. Bu yetim xəstə nə qədər gözləsin qapıda? Həkimlər var, xəstəni gözlədirlər 5 saat. İndi birazdan növbə çatacaq. Elə şey olar. Doktor hamının vaxtını deyir ki, saat 1-də gəl, saat 2-də gəl, saat 2-10 dəqiqə işləmişkən. Gəldiyim məqamda da birbaşa keçirsən doktorun yanına, baxır, müayinələri verir, məcunları verir. Ondan sonra sizi yola salıb gedirsiniz evə.